Salam, xoş gördük, əziz və dəyərli CBC Sport izləyiciləri. Siz CBC Sportda legioner verilişini izləyirsiniz və bu dəfə legionerin qonağı Şamaxının futbolçusu Karim Rossidir. Xoş gördük sizi. Müxtəlif mövzular barədə danışacağıq, sizin Azərbaycandakı karyeranız barədə danışacağıq, Şamaxı barədə və ümumiyyətlə sizin futbola olan maraqlarınız barədə danışacağıq. Amma birinci sual məhz Şamaxı ilə bağlı olacaq. Şamaxıdakı həyat barədə bizə nələr danışa bilərsiniz? Ümumilikdə çox yaxşı. Düşünürəm ki, indiyə qədər mövsüm mənim üçün yaxşı keçib. Ümumən klubdan da razıyam. Klub daxilində çox yaxşı atmosfer var, çox gözəl insanlar var, əla baş məşqçimiz var. Hesab edirəm ki, bu ana qədər uğurlu mövsüm keçiririk. Ümid edirəm ki, mövsümü də yaxşı başa vuracağıq. Qalanını isə zaman göstərəcək. Ümumiyyətlə, mövsümə başlayanda 9 qol vuracağınızı və belə bir mövsüm keçirəcəyinizi gözləyirdinizmi? Açığı, bu qədər qol vuracağımı proqnozlaşdırmırdım. Amma hücumçu kimi hər zaman mümkün qədər çox qol vurmaq istəyirsən. Çünki bu bizim işimizdir. Bu mənim işimdir və klub da məhz buna görə mənə müqavilə verib. Həmişə mövsümdən əvvəl deyirəm ki, 2 rəqəmli nəticəyə çatmaq yaxşıdır. Məsələn, 5 qol, 5 asist, ümumilikdə 10 qola töhfə verim. İndiyə qədər buna kubok oyunları da daxil olmaqla nail olmuşam. Buna görə xoşbəxtəm. Ümid edirəm ki, son oyunlarda daha da artıra biləcəm. Amma ən vacibi, komandaya yaxşı nəticələr qazanmaqda kömək eləməkdir. Bu, həm mənim üçün, həm də klub üçün ən önəmlisidir. Ümumiyyətlə, yəni yayda gələndə nə fikirləşirdiniz Azərbaycan çempionatına gələndə və sual versəm ki, niyə Şamaxını seçdiniz, necə cavab verə bilərsiniz? Bu biraz maraqlı hekayədir. Çünki bir neçə il əvvəl Azərbaycana gəlməyə şansım olmuşdu. Amma o vaxt transfer baş tutmadı. Sonra başqa yerə getdim. Keçən yay yenidən belə bir fürsət yarandı və düşündüm ki, artıq vaxtıdır. Niyə məhz Şamaxı? Çünki baş məşqçi ilə danışdıq və o mənə çox yaxşı hisslər verdi. Mən də düşündüm ki, bu mövsüm üçün, mənim üçün yaxşı layihədir. İndi deyə bilərəm ki, seçimimdən çox razıyam. Həm komandanın uğurlu mövsüm keçirməsində, həm də mənim uğurlu çıxışımda baş məşqçinin böyük rolu var. Hazırda hər şeydən razıyam və ümid edirəm ki, bu şəkildə davam edəcəm. Hansı klub idi? Şamaxı yoxsa başqası? Xeyr, o başqa klub idi. Adını deməyə üstünlük vermirəm, çünki bu müəyyən məsələlər yarada bilər. İndi sizin rəqiblərinizdən biridir? Bəli, liqadadır, rəqibimizdir. Zirə. Xeyr. Bu Turan Tovuz idi? Yox, klubla danışıq olmuşdu, amma transfer baş tutmadı. O dövrdə karyeramın mərhələsi fərqli idi. Bəzən müqavilə şərtləri, maliyyə məsələləri, ailə faktorları rol oynayır. Futbol belədir, bəzən hansısa yerə gedirsən, bəzən getmirsən, müxtəlif seçimlər olur və mən də o vaxt başqa yol seçdim. Amma indi Şamaxıdayam. Yayda gəldim və düşünürəm ki, bu karyeram üçün əla seçim oldu. Hazırda karyeramın ən yaxşı dövrünü, ən yaxşı mövsümünü keçirirəm. Buna görə çox xoşbəxtəm və hər şeyin bu cür davam eləməsini istəyirəm. Ümumiyyətlə, sizin karyeranız barədə elə tamaşaçılara da məlumat versək, məncə olmadığınız ölkə də yoxdur. Oynamadığınız ölkə belə götürsək. Çünki öz ölkənizlə İsveçrə ilə yanaşı, İsveç var, İndoneziya var, müxtəlif çempionatlar belə deyə, müxtəlif ölkələrdir və nəticədə Azərbaycana gəldiniz. Azərbaycanı həmin ölkələrlə necə fərqləndirmək mümkündür? İlk növbədə futbolçu karyerası belədir. Müxtəlif klublara, müxtəlif ölkələrə gelirsən. Mən də bir çox liqalarda, qitələrdə, ölkələrdə oynamışam və bu mənim hekayəmin bir hissəsidir. Açığı, bunu əvvəlcədən heç vaxt proqnozlaşdıra bilməzdim. Amma futbolun gözəlliyi də bundadır. Gələcəkdə nə olacağını heç vaxt bilmirsən. Mən heç vaxt yeni çağırışlardan qorxmamışam. Həmişə komfort zonamdan çıxmaq istəmişəm. Azərbaycana gəldikdə isə düşünürəm ki, liqa çox rəqabətlidir. Bu mövsüm Sabahın çempion olması da bunu göstərir. Qarabağ biraz Çempionlar Liqası ilə məşğul olduğu üçün diqqəti bölündü və bu da təsir elədi. Amma Sabah çox yaxşı komandadır və olduqları yeri haqq eləyirlər. Ümumilikdə Azərbaycan liqası çox rəqabətlidir, yaxşı inkişaf edir və oynadığım yaxşı liqalardan biridir. Çünki burada hər komanda hər kəsdən xal ala bilər. Gördüyünüz kimi, biz Qarabağdan da, digər güclü komandalardan da xal ala bilirik. Bu isə dünyanın bir çox liqalarında baş vermir. Bu da liqanı maraqlı və izləmək üçün cəlb edici edir.
Elə əslində bu barədə sual verəcəkdim. Bizim çempionata adaptasiya yəqin ki, çətin keçmədi. Çünki elə ilk turlardan fərqlənməyə bacardınız. Fərqi yoxdur, hansı şəkildə standart vəziyyətlərdə nə olduğu Neftçiyə və digər komandalara baxımlı qollar vurmusunuz. Ümumiyyətlə, bizim çempionatda belə bir fikir var ki, hücumçular üçün bəzən oynamaq çətin olur. Çünki komandaların əksəriyyəti, xüsusən də aşağı pillələrdə qərarlaşan komandalar biraz müdafiə yönlü oynayırlar. Sizin üçün bir hücumçu kimi Azərbaycan çempionatını oynamaq necədir? Yəni daha rahatdır, yoxsa digər liqalarla fərqləndirsək? Bu yaxşı sualdır. Hər liqa fərqlidir, bu dəqiqdir. Bəzi ölkələrdə hava şəraiti fərqli olur. Məsələn, mən İndoneziyada və İtaliyada oynamışam. Azərbaycanda isə tez uyğunlaşmaq lazımdır. Bir çox komandanın süni örtükdə oynaması da vacib faktordur və bunu nəzərə almaq lazımdır. Ona görə də uyğunlaşma asan olmadı. Amma əvvəlki təcrübəm fərqli liqalarda oynamağım mənə tez uyğunlaşmağa kömək elədi. Çünki futbolda hər şey sürətlə baş verir və sən də tez uyğunlaşmalısan. Komandaların müdafiə futbolu oynamasına gəldikdə, bəli, bu hücumçular üçün çətindir. Qol vurmaq bəzən çox çətin olur. Xüsusilə də bizim kimi mübarizə aparan, çox çalışan komandalara qarşı. Amma futbol belədir, hər komanda öz güclü tərəfləri ilə oynayır və sən buna uyğunlaşmalısan. Bu asan liqa deyil. Eyni zamanda sevinirəm ki, Qarabağ Avropada da yaxşı çıxış edir və bu liqanın daha çox hörmət qazanmasına kömək edir. Əminəm ki, liqa inkişaf etməyə davam eləyəcək. Ümumiyyətlə, siz Şamaxıya gələndə Ayxan Abbasovla ilk olaraq nələri danışdınız? Yəni, söhbətiniz necə oldu və sizdən gözləntilər və komandanın hədəfi nə idi? Baş məşqçi mənə çox böyük təzyiq göstərmədi. Mövsümə hazırlıq dövründə danışdıq və o məndən nə gözlədiyini dedi. Qeyd elədi ki, mən komandadakı təcrübəli oyunculardan biriyəm. Çünki bir çox klublarda və liqalarda oynamışam. Çox şey görmüşəm. O məndən ilk növbədə meydanda maksimumu verməyi istədi. Həmçinin gənc oyuncular üçün nümunə olmağımı gözləyirdi. Çünki komandamız gəncdir. Azərbaycan millisindən olan çoxlu gənc futbolçularımız var. Onların inkişafına kömək eləmək də vacibdir. Ümumilikdə çox böyük təzyiq yox idi. Sadəcə mənə inam verdi. Mənə çox güvəndi və keyfiyyətlərimə inandı. Bu da hazırda uğurlu olmağımın əsas səbəblərindən biridir. Rossi'nin zərbəsi və gol! Şamaxı hesabı açır. Karim Rossi Misli Premier Ligasında ilk golunu vurur. Neftçi stadionunda şok. Neftçi hesabda geriye düşür. Oyuna üstünlüğüyle başlayan bir neçə təhlükəli hücumu yaratmağı bacaran Neftçi ilk golu qapısına gördü. Karim Rossi İsveçrəli forvard fərqləndi. Bizim çempionatımızda sizi təcrübələndirən hansı komanda var və yaxud da ki, hansı futbolçu sizə görə ən yaxşıdır liqamızın? Deməliyəm ki, liqada çox keyfiyyətli oyuncular var. Mən Zubirin böyük fanatıyam. Çünki o mənim dostumdur və uzun illərdir burada oynayır. Amma etiraf eləməliyəm ki, Sabah məni çox təsirləndirdi. Açığı, düşünürdüm ki, Qarabağ yenə liqaya dominantlıq eləyəcək. Amma dediyim kimi, Çempionlar Liqası onların diqqətini bir qədər yayındırdı. Sabah isə məni çox təəccübləndirdi. Heyətləri güclüdür, fərdi keyfiyyətləri yüksəkdir və yaxşı məşqçiləri var. Hər şey onlar üçün düzgün işləyir. Müdafiə baxımındansa mənim üçün ən çətin rəqiblər. Çünki müdafiədə çox güclü duetləri var, sürətli, fiziki cəhətdən güclü oyuncular. Ümumilikdə desəm, Sabah məni çox təsirləndirdi və hazırda olduqları yeri haqq eləyirlər. Yəni, Zubirlə dostluğunuzu çıxsaq, sizə görə çempionatımızın həqiqətən də ən yaxşı futbolçusu hazırda Zubirdir, yoxsa başqa futbolçular var? Əlbəttə, Sabahdan Mikels, o bombardirdir, çox sürətlidir, texnikalıdır və istənilən an qol vura bilər. Amma mənim xoşuma gələn oyunculardan biri də Sabahdan Simicdir. O komandaya qoşulandan sonra böyük fərq yaratdı. Çox qol vurur, çox qol töhfəsi verir. Düşünürəm ki, o da Sabahın bugünkü səviyyəyə çatmasında böyük rol oynayıb. Çox komplektli futbolçudur. Ona görə də Zubirdən sonra deyərdim ki, Simic liqanın ən yaxşı və izləməyi sevdiyim oyuncularından biridir. Zubirlə dostluğunuz ümumiyyətlə necə yaranıb? Bura gəlməmişdən əvvəl harda tanışdınız və bura gəlməmişdən əvvəl danışmışdınızmı onunla? Zubir də əslən Mərakeşlidir. Fransız Mərakeşli. Mən isə İsveçrəli Mərakeşliyəm. Ona görə bir-birimizi az da olsa tanıyırdıq. Amma Azərbaycana gəldikdən sonra daha yaxşı tanış olduq. Burada daha çox ünsiyyətli olduq. Birlikdə qəhvə içməyə getdik və münasibətimiz daha da yaxınlaşdı. Əslində, mən onun haqqında əvvəldən də eşitmişdim. Çünki Fransada oynayırdı və artıq orada yaxşı futbolçu kimi tanınırdı. Ona görə adı mənə yad deyildi.
Bəs ümumiyyətlə götürsə indi bizim çempionatımızla yanaşı Şamaxı fərqlidir. Həm komanda Şamaxıda məskunlaşıb, yerli futbolçular çoxluq təşkil edir, Ayxan Abbasov faktoru var. Şamaxının özəyi nədir belə deyək? Şamaxını fərqləndirən cəhət nədir sizcə? Bilirdim ki, baş məşqçi burada hörmət olunan biridir və bu da kluba gəlməyimin əsas səbəblərindən biri idi. Şamaxıda olsaq da klubda yaxşı şərait var, sabitlik var və işləmək, inkişaf eləmək üçün uyğun mühit mövcuddur. Ayxan Abbasov gənc futbolçuları inkişaf etdirməyə çalışır və mən də bunun bir hissəsi olmaqdan məmnunam. Özüm də futbolçu kimi inkişaf eləmək, öyrənmək istəyirəm. Mövsüm boyu çox çalışdıq, hazırlıq dövründən etibarən çətinliklər yaşadıq, amma indi bunun nəticələrini yavaş-yavaş görürük. Hazırda turnir cədvəlində rahat mövqeydik və bu istiqamətdə inkişaf eləmək vacibdir. Mənim üçün əsas faktor baş məşqçi idi və indi Şamaxının necə inkişaf elədiyini görmək seçimimin doğru olduğunu göstərir. Əlbəttə, Bakı ilə müqayisədə fərqlər var. Bakıda yaşamaq daha rahatdır. Amma regionda klubun inkişafı da vacibdir. Azarkeşlər üçün, şəhər üçün, futbol mədəniyyəti üçün. Biz bunu hiss eləyirik, azarkeşlərin sevgisini görürük. Bu çox önəmlidir. Bir müddətə qədər biz Azərbaycanda deyirdik ki, Şamaxı o qədər də futbol bölgəsi deyil. Amma xüsusən də Şamaxı artıq Şamaxıda oynamağa başlayandan etibarən, yəni orada bu klub yaradandan sonra fərqlidir indi. Siz Şamaxıda həmin bu futbola olan sevgini hiss edirsiniz? Bəli, əlbəttə. Bu mənim ilk mövsümümdür. Amma gördüyüm odur ki, insanlar stadiona gəlir. Xüsusilə Qarabağa qarşı oyunda tribunaların dolu olduğunu gördüm və bu çox xoş idi. Azarkeşlərə təşəkkür edirik və ümid edirik ki, daha çox gələcəklər, çünki bizə onların dəstəyi lazımdır. Düşünürəm ki, klubun öz şəhərində oynaması vacibdir. İnsanlar komandalarla bağ qurmaq istəyir. İndi bunu yavaş-yavaş görürük. Azarkeşlər gəlir, komandanı izləyir. Küçədə də bunu hiss eləyirəm. Uşaqlar futbol oynayır, şəkil çəkdirmək istəyirlər. Xoşbəxtdirlər. İnsanların futboldan zövq alması mənim üçün çox vacibdir. Ayxan Abbasov barədə bir qədər danışaq. Ayxan Abbasov milliyə təyin olunandan sonra, ümumiyyətlə bu xəbər alanda siz komanda olaraq buna necə yanaşdınız və həm millidə çalışır, həm Şamaxıda çalışanda komandaya təsir göstərirmi bu? Yaxşı sualdır. Açığı biraz narahat olmuşduq, çünki mövsümün yaxşı mərhələsində idik və düşündük ki, bəlkə komandanı tərk eləyər. Amma sonra məlum oldu ki, həm klubda, həm də millidə işləməyə davam eləyəcək. Bu çox yaxşı haldır. Eyni zamanda onu təbrik eləmək lazımdır, çünki bu onun zəhmətinin nəticəsidir və milli komandaya layiqdir. Düşünürəm ki, milli komandada da irəliləyiş var. FIFA seriyasında yaxşı nəticələr gördük və əminəm ki, bu inkişaf davam eləyəcək. Xüsusilə Millətlər Liqasında bu vacib olacaq. Ona görə də çox narahat olmadıq. Əvvəl biraz qəribə hiss idi, amma sonda o mövsümü bizimlə tamamladı və biz buna görə çox şadıq. Bəs sonra nə olacaq kimi suallar verirsiniz komandada həm özünüzə, həm bir-birinizə. Yəni Ayxan Abbasov böyük ehtimalla mövsümün sonunda gedəcək. Bəs siz qalacaqsınız? Futbolda belədir. İnsanlar gəlir və gedir. Hər kəs inkişaf eləmək istəyir. Bu normaldır. Hər kəs ən yüksək səviyyədə oynamaq istəyir. Məşqçilər də ən yüksək səviyyədə milli komandada işləmək istəyir. Buna görə heç kimi qınaya bilmərik. Ayxan Abbasov da bütün həyatını Şamaxıda keçirməyəcək. Eyni şey mənə də aiddir. Bəlkə qalacağam, bəlkə gedəcəm. Digər oyuncular da gələcək və gedəcək. Ən vacibi odur ki, klubda yaxşı atmosfer qorunsun, sağlam bir əsas struktur olsun və klub düzgün işləməyə davam eləsin. Şamaxıya gələn hər yeni məşqçi və ya oyuncu uyğunlaşmalı və yaxşı iş görməlidir. Bu asan deyil, çünki klubun büdcəsi böyük deyil. Bu reallıqdır. Amma baş məşqçi bu şərtlərlə çox yaxşı iş gördü. Həm yaxşı oyuncular tapdı, həm də gəncləri inkişaf elətdirdi. Məsələn, Rüfət, Oruc kimi futbolçular. Həmçinin çox danışılmayan, amma çox yaxşı olan Arsen də var. O komandada yaxşı balans yaradı və hər kəs öz rolunu bilir. Bu çox vacibdir. Gələcəkdə gələnlər üçün də əsas məsələ komandada öz yerlərini və rollarını tapmaq olacaq. Hədiyyə idi sanki rəqibə. Çox riskli oynamışdı Ruan. İndi həmin itkidən sonra Şamaxının hücumu və gol! 25-ci dəqiqə Rossi fərqlənir. Şamaxı yenə də baxımlı gol vurur. Rossi.
Cari mövsümdə ikinci qolunu vurur. Zirə Şamaxı 0-1. Şamaxı öndədir. Bir də baxaq. Sol ayağından sağa çəkdi. Bax, bu hərəkət də yaxşı alındı. Zərbədən sonra top Ruan Renato'ya dəydi, istiqamətini dəyişdi və Thiago Silva. O da bu zərbə qarşısında aciz qaldı. Yəni bəlli məsələdir ki, sizinlə müqaviləniz bitir yayda. Siz Azərbaycanda qalıb davam etdirmək istərdiniz, yoxsa Azərbaycandan daha çox digər variantları gözdən keçirirsiniz? Bu sualın gələcəyini bilirdim. Hazırda bütün diqqətimi qalan oyunlara yönəltmişəm. Qarşıda 5 oyunumuz var. Yaxşı, bəs Azərbaycanda qalmaq istəyirsiniz? İn Azərbaycan. Bəli, açığın desəm, burada özümü yaxşı hiss edirəm. Liqa mənə uyğundur və artıq burada çox rahatam. Amma ailəm də var. Uşaqlarımın məktəb məsələsi kimi faktorlar da var və Şamaxıda bu biraz çətindir. Çünki övladım gələn il məktəbə getməlidir. Biz isə ailəlikcə Şamaxıda yaşaya bilmərik. Bilmirəm, orada ingilis dili məktəbi varmı? Ona görə də doğru zaman gələndə düzgün qərarı verəcəm. Qalmaq ya getmək. Hazırda konkret qərarım yoxdur. Zaman göstərəcək. Şamaxıda indi özünüz də qeyd etdiniz, təbii ki, orada yaşamaq biraz darıxdırıcı ola bilər futbolçular üçün. Ona görə tez-tez Bakıya gəlirsiniz. Amma Şamaxıda bəyəndiyiniz məkanlar, yerlər varmı? Yəni, ümumiyyətlə, Şamaxı şəhərini gəzmək fürsətiniz olubmu? Açığı Şamaxı çox böyük şəhər deyil. Əsasən məşqə gedirik, sonra otelə qayıdırıq. Amma otel çox yaxşıdır, şəraitimiz yaxşıdır. Şəhəri çox gəzməmişəm, bəzi yerlərə getmişəm, amma ümumilikdə kiçik şəhərdir. Buna baxmayaraq xoşuma gəlir, sakit, rahatdır, insanlar mehribandır və futbolu sevirlər. Bu mövsüm orada özümü çox komfortlu hiss elədim və Şamaxıya gəldiyim üçün şadam. Gələcəkdə nə olacaq görəcəyik. Bakı isə çox gözəl şəhərdir. İstirahət günlərində bura gəlməyə xoşlayıram. Ağşəhəri çox bəyənirəm. Port-Baku dəniz kənarı da çox xoşdur. Bir dəfə Sibrizə də getmişəm. Orada da yaxşıdır. Ümumiyyətlə, Bakıda çox gözəl yerlər var. Mən anladığım qədərilə siz ailədən ayrı qalırsınız, ailəniz deyəsən Bakıda, Azərbaycanda qalmalılar və buna görə indi bundan sonraki qərarlarınızda da ailənizi düşürəcəksiniz ki, bir yerdə olasınız. Bəli, tamamilə doğrudur. Bu mənim üçün çox vacib faktordur. Bu mövsüm asan keçmədi. Ailəm bura gəlib getdi, amma çox çətin idi. Mövsüm ərzində, yəni 10-11 aylıq müddətdə uşaqlarımı cəmi 3 dəfə görmüşəm. Bəzən insanlar düşünür ki, futbolçuların həyatı çox rahatdır, amma bu işdə böyük qurbanlar da var. Ailəndən, dostlarından uzaq olursan, başqa ölkədə yaşayırsan, bu asan deyil. Amma seçimimdən razıyam. Gələn mövsüm üçün ən böyük istəyim ailəmin yanında olmasıdır. Uşaqların məktəb məsələsi də vacibdir və bütün bunlar bir-biri ilə uyğun olmalıdır. 2 övladınız var? Bəli, 2 qızım var. Ümid edirəm futbolla məşğul olarlar. Amma anaları çox istəmir ki, futbol oynasınlar. Mən isə hərdən onlarla top oynayıram. Top həmişə yanlarındadır. Bəlkə də mənim yolumu davam etdirərlər. Görəcəyik. Ümumiyyətlə, indi ailəniz barədə danışdınız. Uşaqlığınız necə keçib? Sizin ümumiyyətlə maraqlı, belə deyək, yəqin ki, həyatınız da olub. Çünki elə biz verilişdən öncə biraz danışdıq. Əslən Mərakeşlisiniz. Valideynlərinizdən, yəni ata tərəf Mərakeşlidir, ananız isə İsveçrəlidir. Və atanız elə İsveçrəyə köçəndə orada tanış olub ananızla. Ümumiyyətlə, İsveçrədə bir Mərakeşli uşaq üçün, bir Mərakeşli belə deyək, ailə üçün yaşamaq necə idi və futbola necə başladınız? Futbola gəlməyim çox təbii oldu. Çünki ailəmdə artıq peşəkar futbolçu vardı. Əmim Yusuf Rossi. O 1998-ci ildə Mərakeş millisinin heyətində dünya çempionatında oynayıb. Hətta Braziliyaya qarşı Ronaldo Nazario ilə eyni oyunda meydanda olub. Bu fenomenal idi. Mən böyüyəndə onu izləyirdim. Necə oynayır, necə peşəkar karyera qurur. Təbii ki, mən də bu yolu seçdim. Bu həmişə mənim arzum olub. İsveçrədə akademiyalarda başladım. Müxtəlif klublarda oynadım və sonra peşəkar səviyyəyə keçdim. Yəni, mənim üçün futbola gəlmək ailə səbəblərinə görə çox təbii idi. Yəni, belə demək olar ki, sizin ailənizdə, elə valideynləriniz də anladılar ki, sizdə həmin o istedad var, yəni futbola sevgi də var, necə ki, sizin əminizdə olduğu kimi və buna görə də elə sizi futbola yönləndirdilər. Bəli, xüsusilə atam. Anam isə istəyirdi ki, həkim olum. Amma gördüyünüz kimi bu alınmadı. Atam isə məni çox dəstəklədi. Hətta şənbə günü oyunum olsa belə, bazar günü yenidən mənimlə məşq eləyirdi.
Məni bütün oyunlara aparırdı. Mənim üçün çox böyük fiqur olub. İsveçrədə yaxşı bir klubun akademiyasına düşəndə o daha da çox motivasiya verdi. Potensialım olduğunu gördü və məni daha çox irəli itələdi. Beləliklə hər şey başladı. Bəs uşaqlıqda kumiriniz kim idi? Ronaldo fenomen. Maraldır ki, o əmmə qarşı oynamışdı. Mənim üçün həmişə onların birlikdə olan şəkli var, əmim var Ronaldo. Ona görə bəzən bilmirdim hansını seçim. Sonralarsa Benzema və İbrahimoviçi də çox izləyirdim. Onlar top hücumçulardı və mən də onlardan ilham alırdım. Və əslində karyeranıza baxsaq, elə İsveçrədə futbola başladınız. Daha sonra Hull City, Stoke City kimi klublar oldu və İngiltərəyə necə keçdiniz, İngiltərəyə necə köçdünüz ümumiyyətlə, oradakı illərinizi necə xatırlayırsınız və bəlkə həmin illərdə hansısa məşhur və böyük futbolçularla oynamaq fürsətiniz oldu? İngiltərəyə keçid mənim üçün arzuların gerçəkləşməsi idi. 17 yaşında olanda Premier Liga klubu olan Stoke City-dən təklif aldım. 3 illik müqavilə. Belə bir təklifə yox demək çətindir. Çox düşünmədən getdim və bu inanılmaz təcrübə idi. Hər gün məşqlərdə Xherdan Shaqiri, Boyan Krkic kimi oyuncularla birlikdə idim. Hətta Michael Owen da vardı. O artıq karyerasının sonuna yaxın idi, amma yenə də möhtəşəm futbolçu idi. Belə böyük adlarla məşq eləmək və onlardan öyrənmək inanılmaz idi. Premier Liga dünyanın ən yaxşı liqasıdır və orada olmaq mənim üçün böyük təcrübə oldu. Yəni belə çempionatlardan sonra İtaliya B seriyasına keçdiniz, böyük klublar da oldu. Lugano'da çıxış etmişsiniz. Yəni bu klubları götürsə, yəni özünüzə sual verirsiniz ki, niyə böyük klublarda oynayaraq, yəni orada karyeranızı daha da yaxşılaşdıra bilmədiniz? Çünki gənc olanda hər şeyin tez baş verməsini istəyirsən. Mən də bəzən düzgün olmayan qərarlar vermişəm. Bu həyatın bir hissəsidir. Məni bugün olduğum insan eləyib. Hücumçu olmaq da fərqlidir. Müdafiəçi və ya yarım müdafiəçi üçün karyera daha stabil olur. Amma hücumçu üçün belə deyil. Oynamaq üçün tez-tez klub dəyişməlisən, icarəyə gedirsən. Əgər qol vurmursansa, səni əvəz eləyirlər. Əgər çox qol vurursansa, səni başqa klublar istəyir. Bu da futbolun reallığıdır. Amma bütün keçidlərimlə fəxr edirəm. Bunlar məni formalaşdırdı. Maraqlı həqiqətən də karyeranız var. Özünüz də qeyd etdiniz. Əslən mərakeşli olduğunuz, amma Avropa futbolundan belə deyə bütün təcrübələri topladınız. Yəni özünüzü daha çox mərakeşli yoxsa İsveçrəli hiss edirsiniz? Bu çox çətin sualdır. Çünki sanki ananı daha çox sevirsən, yoxsa atanın sualı kimidir. Mən İsveçrədə doğulub böyümüşəm. Amma atamın mədəniyyəti də həyatımda böyük rol oynayıb. Hər iki tərəfimlə fəxr eləyirəm. Hər iki mədəniyyətin yaxşı tərəflərini özümə götürmüşəm və bu məni mən edən şeydir. Hansını seçdiyimi deyə bilmərəm. Hər ikisini eyni dərəcədə sevirəm. Yəni Mərakeşlə münasibətləriniz sıxdır, yəni tez-tez gedib gəlirsiniz ora? Orada dostlarım yoxdur, çünki orada yaşamamışam. Amma hər yay ailəmi ziyarət eləməyə gedirəm. Nənəm, əmim və digər qohumlarım oradadır. İsveçrədə isə həyatımın böyük hissəsi keçib. Dostlarım, karyeram oradadır. Ona görə İsveçrə mənə daha yaxın, amma ürəyimin bir hissəsi də Mərakeşdədir. Hər iki tərəfin ən yaxşı xüsusiyyətlərini götürməyə çalışıram. Mərakeşin enerjisi və mədəniyyəti, həmçinin Avropa və İsveçrə intizamı. Bu qarışıq məncə çox yaxşı balans yaradır. İndiki halda müasir futbolda bəyəndiyiniz futbolçular hansılardır? Mən böyük Real Madrid azarkeşiyəm. Düzdür, hazırda o qədər də yaxşı formada deyirlər. Karim Benzemanı çox sevirdim. Son illərdə xüsusilə onu izlədiyim üçün Real Madridi də yaxından izləyirdim. Çempionlar Liqasında göstərdikləri möhtəşəm oyunlar buna səbəb oldu. İtaliya futbolunu da izləməyi sevirəm. Bəzən çox baxımlı olmur. Biraz müdafiəyə yönəlik olur, amma yenə də xoşuma gəlir. Elə İtaliya barədə danışdınız, sizin soyadınız əslində çox sual doğurur. İtaliya ilə bağlılığınız varmı kimi suallar var. Bizə nəsə danışa bilərsiniz bu barədə? Bunu həmkarınız Mustafa Kamala da deyə bilərsiniz. Soyadım Rossi'dir. De Rossi deyil. Bilirəm ki, Roma fanatıdır. Bəlkə ona görə soyadım onun xoşuna gəlir. Suala gəldikdə isə atam 100% Mərakeşlidir. Orada doğulub, orada böyüyüb və İtaliya ilə əlaqəsi yoxdur. Sadəcə araşdırmalarımıza görə çox illər əvvəl bir İtaliyalı Mərakeşə gəlib və soyadımız da o şəkildə formalaşıb.
Balaudan Kerim Rossiyə, Kerim Rossi, Rossi! Gol! Oyunun 26-cı dəqiqəsində Kerim Rossi Şamaxını hesabda irəli keçirməyi bacarır. Dumanı yarıb keçdi Rossi'nin qolu. 1-0. Kerim Rossi ilə Şamaxı hesabda öndə olan tərəfdir. Bizon Azərbaycan kubokunda Şamaxı Qarabağ görüşündə ilk qarşılaşmada Rossi fərqlənir. Tələskənliyi yox, bir əminliyi var idi Rossi'nin zərbəsində. Sakit şəkildə topu yolladı qapıya. Kerim Rossi'nin imzasıdır bu. 1-0. Və əslində indi biz Azərbaycan barədə danışırıq və sizin belə çox zəngin karyeranız barədə danışırıqsa, hansı ölkədə oynamaq istəyərdiniz və yaxud ki, hansı çempionatda oynamaq istəyərdiniz? Düşünürəm ki, insan hər zaman xəyal qurmalıdır. Əgər xəyallar yoxdursa, həyat maraqlı olmur. Əlbəttə, Premier Liqada oynamaq istəyərdim, amma artıq 20 yaşım yoxdur, daha realistəm. Yenə də hədəflərimi yüksək tuturam, çünki yüksək hədəf qoysan bəlkə ona çata bilərsən. Real Madriddə oynamaq arzumdur demirəm, çünki bu real deyil, amma hər futbolçu kimi ən yaxşı klublarda, Avropa yarışlarında oynamaq istəyirəm. Mənim məqsədim də həmin səviyyəyə çatmaqdır. Futbolda yaş anlayışı bəzən o qədər də önəmli deyil. Əgər yaxşısansa, yaxşısan. Fərqi yoxdur, 20 yaşın var, yoxsa 30. Bu mövsüm ən çox danışılan elə Qarabağa qarşı performansınız oldu. Həm kubokda, həm çempionatda, həmin o yağışlı, hətta qarlı günlərdə maraqlı oyunlar izlədik. Və həmçinin sizin qol sevincləriniz. Əvvəlcə elə Qarabağ barədə soruşum. Qarabağa qarşı sanki Şamaxı çox fərqli oynayır. Yəni sizin oyununuz və Şamaxının oyunu. Sizcə təəccübləndirə bildiniz Qarabağı? Düşünürəm ki, ümumilikdə Şamaxı bu mövsüm bir çox komandaları təəccübləndirdi. Çoxları Qarabağa və ya digər güclü komandalara qarşı qələbə qazanacağımızı gözləmirdi. Qarabağ mənim üçün bura gəlməzdən əvvəl ölkənin ən yaxşı komandası idi və onlara qarşı oynamaq həmişə çox çətin olur. Açığı, heç kim gözləmirdi ki, mən bu oyunlarda bu qədər gol vuracam. Səhv eləmirəmsə, 4 oyunda 3 gol. Bu mənim üçün çox böyük uğurdu. Amma bu təkcə mənim deyil, komandamın əməyidir. Yaxşı taktika quruldu, məşqçi bizi yaxşı hazırladı. Mən tək gol vura bilmərəm. Komanda yoldaşlarımın ötürmələri, dəstəyi vacibdir. Son oyunda penalti qaçırdım. Əlavə vaxta gedə bilərdi, amma futbol belədir. Zərbə vurmasan, qaçıra da bilməzsən. Məsuliyyəti üzərinə götürməlisən və bəzən belə hallar olur. Hələ həmin o penaltini soruşmaq istədim. Niyə vura bilmədiniz? Nə baş verdi? Əslində çox çətin oyun idi. Topa çox sahib ola bilmirdik və çox qaçmalı olduq. Rəqib həmin gün çox güclü idi. Üstəlik, Bakının ən böyük stadionunda, Respublika stadionunda oynayırdıq. Və bu da əlavə enerji tələb eləyirdi. Bəlkə biraz yorğun idim, dəqiq deyə bilmərəm. Həm də zərbəni fərqli istiqamətə vurmaq qərarı verdim və deyəsən, adətən vurduğum qədər güclü alınmadı. Amma dediyim kimi, yenə olsa yenə vuraram, qorxmuram. Top dirəyə dəydi, futbolda bəzən şans sənin tərəfində olur, bəzən isə olmur. Qol sevincləriniz çox maraqlıdır. Ümumiyyətlə, çempionatımızda vurduğunuz qollar elə kubokda da qol sevinclərə xüsusi belə yanaşmanız varmı? Yəni, öncədən planladığınız qol sevincləri varmı? Əslində, bu maraqlı hekayədir. Mövsümün əvvəlində Neymarın qızı ilə bir videosunu görmüşdüm. Orada o belə bir hərəkət eləyirdi və qızı da onu təkrarlayırdı. Mənə çox şirin gəldi. Mən də bunu qızıma göstərdim. O da çox bəyəndi və eyni hərəkəti eləməyə başladı. Sonra dedim ki, inşallah qol vursam bu sevinci eləyəcəm. Növbəti oyunda qol vurdum və həmin sevinci elədim. Ondan sonra isə bütün mövsümü davam elətdirdim. Ümid edirəm ki, növbəti oyunlarda da bunu təkrarlaya biləcəm. Ümumiyyətlə, mən həmçinin bir məqamda fikir vermişəm. İndi sosial hesablarda tez-tez paylaşırsınız. Müsəlman olduğunuz üçün tez-tez məscidlərə də gedirsiniz və yəqin ki, bu baxımdan adaptasiyada ölkəmizə yaxşı keçdi. Bəli, bu da müəyyən rol oynadı. Avropada müsəlman kimi böyümək həmişə asan olmur. Düzdür, İsveçrə açıq və fərqli mədəniyyətlərə hörmət edən ölkədir. Amma burada dinimi yaşamaq üçün daha rahatdır. Məsələn, məscidlər çoxdur. İsveçrə ilə müqayisədə daha əlçatandır. Bu da uyğunlaşma prosesini asanlaşdırır və mən özümü burada bu baxımdan çox rahat hiss eləyirəm. Buna görə şanslıyam. Azərbaycan dilində hansı sözləri bilirsiniz? Nəşəsən.
Yaxşı. Başqa söz demək istəmirəm, çünki bəziləri o qədər də yaxşı deyil. Amma məşqçi məşqdə və ya oyunda əsəbləşəndə dediyi bəzi sözləri başa düşürəm. Bunu niyə soruşdum? Əslində 5 dil bilirsiniz, amma bizim dilimiz deyəsən sizə çətin gəlir. Yes. Bəli, açığı mənim üçün öyrənilməsi çətin dillərdən biridir. 5 dil bilirəm. İngilis, fransız, ispan, italyan və alman. Amma mən dilləri sevirəm. İnsanları anlamaq və onlarla əlaqə qurmaq üçün bu çox vacibdir. Dili öyrənmək həm də ölkəyə uyğunlaşmağa kömək eləyir. İnsanların nə düşündüyünü, nə hiss elədiyini daha yaxşı anlayırsan. Biraz çətindir, amma bəlkə kurslara getsəm, daha yaxşı öyrənə bilərəm. İndi bəzi sözləri başa düşürəm. Gələcəkdə öyrənsəm, bu mənim üçün yaxşı bir çağırış olar. Mətbəxiniz necə uyğunlaşa bilmisiniz? Azərbaycanda bəyəndiyiniz yeməkləriniz, bizim yeməklərimizdə hansı yemələri bəyənirsiniz? Açığı mən qutabı çox sevirəm. Bəlkə də məndən bunu gözləməzdiniz, amma həqiqətən xoşuma gəlir. Adətən qəlyanaltı kimi yeyirəm. Məsələn, biraz ac olanda qutab götürürəm. Bu yaxınlarda Sumqayıtda oyunumuz vardı və komanda yoldaşlarım dedilər ki, oranın qutabı çox məşhurdur. Mən də dadına baxdım və çox xoşuma gəldi. Əlbəttə, kabab və çay da çox sevdiyim şeylərdəndir. Müəyyən qədər oxşarlıq var Mərakeş və Azərbaycan yeməklərinin. Bizdə də çay çox məşhurdur. Amma biz qara çay yox, nanəli Mərakeş çayı içirik. Onu biraz fərqli şəkildə yuxarıdan tökərək təqdim edirik. Ümumiyyətlə, biz daha çox çay içirik, qəhvə yox. Ona görə də burada uyğunlaşmaq mənim üçün asan oldu. Dadlar və mətbəx bir qədər yaxındır. Orta şərq mətbəxi ilə də oxşarlıq var. Azərbaycanda biz sizə Kərim Rossi deyirik. Sizin üçün bu uyğundur? Karim is Kerim. It's not problem for you. Xeyr, heç bir problem deyil. Əslində, ərəb dilində də A səsini çox vaxt E kimi tələffüz edirik. Atam da məni Kərim kimi çağırır. Sadəcə, İsveçrə və Avropa ölkələrində Karim deyirlər. Mənim üçün hər ikisi eynidir. Hətta Kərim daha yaxşı səslənir, ona görə heç bir fərqi yoxdur. Bu rubrikada sizə görə necə komanda yoldaşlarınızı nə qədər yaxşı tanıyırsınız? Və birinci sualım, komandada ən yaxın dostunuz kimdir? Andrey Tirko, Diego Balao, onlarla vaxt keçirməyi sevirəm. Komandanın ən zarafatçıl futbolçusu kimdir? Deyərdim ki, Rüfət. O məni çox güldürür. Komandadakılar da niyə belə dediyimi yaxşı anlayarlar. Komandanın ən aqressiv oyuncusu kimdir? Arsene, by far. Komandanın ən intizamlı oyuncusu kimdir? Bu 100% bir mənalı şəkildə bəllidir. David Santos, o çox işləyir, daim zalda olur. Yaxşı, bəs məsuliyyətsiz? Bəzən Andre deyə bilərəm. Komandanın ən zəhmətkeş oyuncusu kimdir? Məşqlərdə Oruc Məmmədov çox qaçır, çox işləyir. Bəs ən tənbəl? Bəlkə də mən özüm. Bəzən biraz tənbəl ola bilirəm. Ən sürətli oyuncu? Balao, o sanki Ferrari'dir. Ən texnikalı? Andrei, yes. Ən sakit oyuncu? Vlad, o çox sakit biridir. Ən savadlı və yaxud da ki, ən ağıllı futbolçu kimdir? Ricardo Apolinario çox ağıllı futbolçudur. Komandanın ən xarizmatik futbolçusu? Edgar. Onun özünə məxsus aurası var, həm də yaxşı futbolçudur. Onda belə başqa sual versəm, istedadlı futbolçu kimdir? Edgar. Ən zövqlü geyinən futbolçu? Bir neçə nəfər var. Diego, Andrei və mən özümü də əlavə eləyərdim. Bəs zövqsüz geyinən? Maybe Rüfət. Və sonuncu sual, Ayxan Abbasovun ən sevimli futbolçusu? Bu çətindir, düşünmək lazımdır. Balao. Doğrudan Edgar deyil. O da var. Deyərdim ki, 50-50-yə hər ikisi. İkinci rubrikaya keçid alırıq və burada mən sizə müxtəlif situasiyalar deyəcəm və sizin üçün bu mümkündür, ya mümkünsüzdür deyə cavab verməlisiniz. Yəni, karyeranızda olub, ya da ola bilərmi? Baş məşqçi ilə problem yaşamaq mümkündür, ya mümkünsüzdür? Mümkünsüzdür. Azərbaycanda başqa klubda oynamaq mümkündür, ya mümkünsüzdür? Mümkündür. Azərkeşləri görüb gizlənmək? Mümkünsüzdür.
Vacib oyunda penaltini qaçırmaq mümkündür ya mümkünsüzdür? Yeah, I missed, so Mümkündür. Sosial hesablarda sizə yazılan şərhləri oxumaq və onlara cavab vermək mümkündür ya mümkünsüzdür? I said Mümkün not deyil. possible, but Sabiq klubuna qarşı fərqlənmək və qolu xüsusi şəkildə qeyd etmək mümkündür ya mümkünsüzdür? Mümkün deyil. Yenidən top 5 liqaların birinə qayıtmaq və orada oynamaq mümkündür ya mümkünsüzdür? Mümkündür. Rəqib futbolçu ilə oyundan sonra forma dəyişmək mümkündür ya mümkünsüzdür? Mümkündür. so first, as a goalkeeper, I put Gianluigi Buffon because I like Italian football and he's one of the best keeper in the world. Then left back, I put Roberto Carlos. I think everybody can agree for this one. Then center back, I would put Maldini. And Sergio Ramos, Real Madrid. My writing is very bad, huh? And then right back, Dani Alves. Midfield is gonna be Busquets, and together with Zidane. What a player. And Ronaldinho. For 3-3. And then we have Cristiano, Messi on the right, and of course, Ronaldo Nazario. yes, you know, the best, R9. Təşəkkür edirəm. Çox sağ olun müsahibə üçün. Növbəti oyunlarda sizə uğurlar. Çox sağ ol.